Sedasiya altında çox böyük donqarımız var idi. Burnumuzun ucu aşağı idi, böyük idi, hələ şişlərimiz də var. Görmələr haqqında bugün danışmaq istəyirəm. İstəyirəm hər dəfə sarğaçlar bir mövzu haqqında danışaq. Gördüyünüz kimi pasiyentimizin gözlərinin altı göyərib, hətta bəzi üstündə də var. Göyərmə tam individualdır. Adətən donqar çox olan pasiyentlər, donqar yorulanda bəli göyərmələr ola bilər. Tək burun ucunda göyərmələr demək olar ki, olmur. Amma yenə də ağbənizlisinizsə, damar keçiriciliyi çoxdursa, o zaman belə pasiyentlərdə göyərmə qaçınılmaz olur. Necə keçdi bu günlərimiz? Qəşəng, çox yaxşı. Top kimiyəm. Maşallah. Deyirəm ki, mən kaş sizi çoxdandan tanıyardım. Mən sizi 3 ay bundan öncə tanıdım. Həqiqətən də çox, yəni xoşbəxtəm. Qarşılıqlıdır. Allah razı olsun sizdən. Cümləmizdən. Əllərinizə Лучше поздно, чем никогда Rüstər demiş. Əsas odur tanışdıq. Qarşılıqlıdır. Və bu şiş halımızdır. Baxın, ucu pambıq kimi ödemlidir hələ. Təbii ki, normaldır. 3-6 ay ərzində, daha sonra 9 ay ərzində bunun formalaşır. 1 ilə bəzən çox qalın dərli olsa, 1 ildən də çox müddətə otura bilir şişliklərimiz. Səhifənizə baxıram, o əvvəlin pasientlərinə 9 ayın, 6 ayın. İnan sonra baxdıqca sevinirəm ki, mənim də burnum onların burnu kimi incəcik, balaca burun olacaq. Təbii ki, hələ maksimal ödem dönəmindəyik. Daha yaxşı olacaq inşallah. İnşallah. Doktor.